Salam aleykum hörmətli izləyicilərimiz. Deməli 2014-cü il Elantra'da 200 min yürüşlə korobkasını sökmüşdük. Korobkada problem var idi, gecikmələr, vurmalar var idi. Biz də söktük korobkasını. Gördüyünüz kimi artıq paketi sıradan çıxıb. İndi inşallah orijinal yeni paketlərdir. Bu paketi də göstərim. Bu da arxadakı olan paketdir. Korobkanın arxa hissəsindəki paket. Bunun da bir mənalı səbəbi, yəni bot boşalmadan deyil. Gördüyünüz kimi friksiyonlar yiyilir, boşluq yaradır və kolçanı vurur, sıradan çıxardır, sındırır. İnşallah yenilərlə əvəzləyib, korobkanı yığıb, müştəriyə təhvil verəcək. Allah xeyirli uğurlu eləsin.